Salamlar hər birinizə əziz tələbələr. Bu günləri sizinlə 2020-ci ildə DİM tərəfindən keçirilmiş sınavda informatikadan olan sualların izahına baxmış olacağıq. Baxırıq 51-ci suala. Kompüterin aparat təminatının əsasını nə təşkil edir deyir. Bilirik ki, informatika 3 bölmədən ibarətdir. Brainware, software, həmçinin də hardware hissələrindən. Biz demişdik ki, hardware qurğuları, yəni aparat hissəsini öyrənir. Elə bizdən aparat təminatının əsasını nə təşkil edir deyir. Bəli, aparat təminatının əsasını bizdə qurğular təşkil etmiş olacaq. 52-ci suala baxırıq. Windows 10 ilə bağlı bir sualdır. Bunu indi 11 başlığı altında dəyişirik. Eyni mənanı verəcək. Deməli, Windows 11 əməliyyat sistemində pəncərələrin hansı növləri vardır? Aralıq pəncərə deyə bir pəncərə qeyd etməmişik. Ona görə biri variantlardan çıxırıq. Daha sonra baxırıq sistem və yaxud da tətbiqi proqram pəncərəsi. Hal-hazırda mən proqram pəncərəsini açmışam. Bu hissə fikir verirsə bizdə bu proqram pəncərəsi və yaxud da sistem pəncərəsi olacaq. 2 doğru variantdır. Baxırıq ki, həqiqətən də A, B variantı qaldı. Deməli, görürəm ki, 5 də doğru variantdır. 5-ə baxsam dialoq pəncərəsidir. Dialoq pəncərəsi nə deməkdir? Deməli, hal-hazırda mən proqramdayam. Çıxış etmək istəyəndə açılan gələn bu pəncərə bizdə dialoq pəncərəsi olacaq. Niyə görə dialoq pəncərəsidir? İstifadəçi ilə proqram arasında interfeys, yəni dialoq yaratmaq üçün istifadə edilmiş olur. Dialoq pəncərəsinə baxanda digərindən fərqi nədir? Digərində fikir verirsə, ümumi proqramdan çıxış etmək olur, pəncərəni böyüdüb kiçiltmək olur, həmçinin də burada taskbarda aktiv saxlamaq olur bu düymə vasitəsilə. Burada siz sadəcə çıxış etmək olacaq. Bir də qaldı qovluq pəncərəsi. Bəli, qovluq pəncərəsi və bir də qaldı sorğu sisteminin pəncərəsi. Qovluq pəncərəsi ilə fikir verirsə, həmin bu daxil olduğumuz sənədlər, qovluqlar bizdə olacaq qovluq pəncərəsi. Cavab olacaq 2, daha doğrusu, bəli, 2, 3, 5. Cavab olacaq nə? A variantı. Baxırıq 53-cü suala. 53-cü sual doğru mülahisələri seçin deyir. Backspace əmri vasitəsilə sətir və yaxud da sütunu silmək olar. Exceldən söhbət gedir. Backspace deyil də delete olsaydı, bəli, silmək olardı. Biri variantlardan çıxırıq, bu yanlışdır. Seçilmiş sətirdən yuxarıya sətir əlavə etmək olmaz deyir. Seçilmiş sütundan sağa sütun əlavə etmək olmaz deyir. Seçilmiş sətirdən yuxarıya sətir əlavə etmək olur. Bu yanlışdır. Seçilmiş sətiri seçirəm və ondan yuxarıya doğru sətir əlavə edəcək. Bu doğrudur. Bizdən, daha doğrusu bu yanlışdır. Əlavə etmək olmaz deyir, səhvdir. Amma seçilmiş sütundan sağa sütun əlavə etmək olmaz. Bəli, bu doğrudur. Mən bu sütunu tutaq ki, seçdim. Bu sütundan məsəl üçün sonraya istəyirəm. Sonraya yox, əlifvələ əlavə edəcək. Gəlin baxaq, Exceldə mənə deyir ki, seçilmiş sütundan sonraya sütun əlavə etmək olmur. Əvvələ etmək olur. O da necə olacaq? Deməli, baxıram burada bir dənə cədvəl əlavə edək. Deməli, buradan bir dənə gətirdik. Daha doğrusu Ctrl T ilə cədvəl yaratmağa çalışaq. Okay. Deməli, gəldik, əlavə etdik. Və mən buradan qeyd edirəm ki, burada da belə xətləri çəkək. Deyir ki, seçilmiş sütundan bunu seçdim. Əvvələ. Gəlirik, insert edirəm. Mən kolum 3-ü seçmişəm. Insert kolum etsəm, fikir veririksə, 3-ün əvvəlinə 2 əlavə etdik. 2 dənə 2 oldu. Yəni, seçilmişdən əvvələ sağına əlavə edə bilmədim, soluna əlavə etdim. Bizdən dil onu soruşurdu. Seçilmiş sütundan sağa sütun əlavə etmək olur. Bəli, 3 doğrudur. İş vərəqini insert tabından əlavə etmək olur. İş vərəqini insertdən deyil, mən gərək Exceldən çıxmazdım. İş vərəqlərini biz home tabından əlavə edirik. Burada bizdə home tabında insert, baxarıq home tabındayam. Məndə burada insert əmri var. Həmin bu insert əmri vasitəsilə biz təkcə iş vərəqi deyil, həm sətir, sütunxana, həmçinin də iş vərəqi əlavə edə bilərik. Yəni, insert tabından əlavə edilməyəcək. 2 səhvdir, bəli, 5 doğru olacaq. İş vərəqini home tabından əlavə edirik. Daha sonra, daha doğrusu, home tabından həm əlavə edə bilirik, həm silə bilərik. Fikir verirsinizsə, həm buradan delete edə bilərik, həmçinin insert edə bilərik, həmin onları soruşur. Bir də deyir, sətir və yaxud da sütunu home tabından gizlətmək olar. Bəli, home tabından gizlədirik. Hardan gizlədəcəm? Burada fikir verirsə, Cells qrupu var. Cells qrupunun format bölməsində burada baxırıq, hid and unhide var. Burada həm sütunları, sətirləri gizlədib, həmçinin də iş vərəqlərini gizlədib geri qaytarmaq mümkün olacaq. Deməli, cavab oldu nə? B variantı. 54-cü suala baxırıq. 54.
Kompüterə quraşdırılmış, instalyasiya olunmuş bütün proqramlar toplusu təbii ki də bizdə proqram təminatı adlanmış olacaqdır. Ümumi hamısı sistemdir, tətbiqidir, instrumentaldır. Hamısı birlikdə proqram təminatı adlanacaq. Təbii ki, burada sistemdir, daha sonra tətbiqidir. Hamısının birlikdə yüklənməsini soruşur bizdə. O da olurdu bəli nə? Kompüterdə proqram təminatı. 55-ci suala baxırıq. Word-la bağlı sualdır. 5 sətir və 5 sütundan ibarət olan bir cədvəl verilib. Gəlirəm 5 sətir və 5 sütundan ibarət olan bir cədvəl qurmağa. Deməli, gəldim 5 sətir olsun. 5 dənə də sütun. Gəldim, əlavə etdim. Daha sonra baxıram bizdən nəyi soruşur. Deyir ki, 5 sətir, birinci sətrin bütün xanaları seçildikdən sonra merge cell seçilir. Merge search edəcəm, birinci sətrin bütün xanalarını seçirəm. Merge cells nədir? Ümumiyyətlə, xana üzərində işləyirəmsə, bircə dəqiqə 2 dəfə. Bəli, layout'a vuracam. Burada merge cells seçsəm, birləşəcək. Deməli, bir dənə xana oldu. Burada xanaların sayını soruşur bizdən. Fikir veririk sonda, bu tip məsələlərdə elə olur. Daha sonra deyir ki, sonra 3-cü sətir seçilmiş və aşağıdakı əmr split cells, yəni bölməni icra edirik. Deməli, 3-cü sətiri seçəcəm və xanaları böl əmrini icra edəcəm. Deməli, gəldim 2 dəfə vurdum üzərinə, table layout'da split cells etsəm, fikir verir bizdə də 10-un 1-ə oldu. Orada o formadaydı, 10-un 1-ə. Fikir verirsə, burada da o formadaydı. Okey. Düyməsinə vurdum, xanaların bölündü. Sonda isə ümumi xana sayını soruşur. Deməli, bizdə fikir veririksə, xana sayım məndə necə idi? Xana sayım hər birində 5 dənə idi də. İndi burada qalan buradadır 5 dənə, buradadır 5 dənə, buradadır 5 dənə. Nə qədər oldu? 10-a 15, bu 1 dənə, 16 xana. İndi bu təklərdə gəlib sayıram. 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Cəmi oldu 26 dənə xana. Bu tip sual böyük ehtimal qəbula düşəcək. Keçən ildə qəbuluna düşüb, sınaqlara da salınır 20-ci ildən bu tərəfə. Bu tip suallar 2025-ci ildə qəbula da düşmüşdü. Deməli, indi baxırıq bu sualda cavab oldu nə? 26 dənə tapdıq, cavab oldu Y variantı. 56-cı suala baxırıq. Kompüter qrafikası ilə bağlı olan bir sualdır. Deyir ki, ağ-qara kvadrat təsvir yaddaşda 50 bayt yer tutur. Təsvirin tərəfinin uzunluğunu soruşur bizdən. Deməli, indi mən fikir verirəmsə, həcm nəyə bərabərdir? Bizdə həcm düsturu piksellərin sayı vurulsun rəng dərinliyinə. Yəni, bunu bilirik. A vurulsun, B vurulsun, N bitə. Aha, buradan qeyd etdim. Bizdə həcmi verib nə? 50 baytdır. Aha, ağ-qara rəng deyir. 2 dənə rəngim var. Deməli, böyük N-im 2-dir. Böyük N-im 2-dirsə, balaca N-im nəyə bərabərdir? Böyük N bilirik ki, 2-nin üstündə N-dir, balaca N-dir. Deməli, elə böyük N-im 2-dirsə, balaca N-im də 1-ə bərabər olacaqdır. Çünki 2 üstü 1, 2-yə bərabərdir. 2 rəngə. Deməli, kiçik N-im 1-dirsə, 1 vurulsun X, 1 vurulsun X bit, olub məndə 50 bayt. Deməli, mən gəlirəm, baytdan bitə keçməliyəm. Baytdan da bitə keçəndə nə olur? 8-ə vuracam da 2 üstü 3-ə. Deməli, 50 baytı vuracam 8-ə, olacaq nə? 400 bit. 400 bit tapdım ümumi kvadratın sahəsini. Fikir verir, kvadrat təsvirin yaddaşda tutduğu yerə əsasən kvadrat təsvirin sahəsini tapdım. Çünki kvadrat təsvirdən söhbət gedir. Və təsvirin tərəfinin uzunluğu. Kvadratın bir tərəfinin uzunluğu nəyə bərabərdir? Bilirik ki, kvadratın sahəsi A kvadratına bərabərdir. Mən də tapdım kvadratın ümumi sahəsi 400-dür. 400-dürsə, bir tərəfi nə qədər olacaq? A kvadratı 400-dürsə, A da tərəfimiz 20-yə bərabər olmuş olacaq. Deməli, baxırıq 57-ci suala Windows 10-la bağlı sualdır. Bu sual ilə 11-də də demək olar ki, eynidir. Deyir ki, qısa yolun silinməsi nəyin silinməsinə gətirib çıxardır. Mən tutaq ki, buradan bir dənə sənəd götürürəm. Tutaq ki, indi düzdür, bu boş bir sənəddir. Bunu gəlirəm, burada fikir verirsə, create shortcut, qısa yolu yaratdım. Qısa yol keçid idi də. Mən gəlib bu qısa yolu silsəm, həmin sənədə bir şey olur? Xeyr, sadəcə sənədə keçidi silir. Elə bizdən də bunu soruşur. Qısa yolun silinməsi nəyin silinməsinə gətirib çıxarır? Obyektin özünü silmir. Obyektin özü ilə bağlı olan variantları çıxıram. Cavab qalır nə? A variantı. Yəni, obyektə keçidi, obyektə istinadı silmiş oluram. 58-ci suala baxırıq. 6 mətn sənədi açılmışdır. Gələk 6 dənə mətn sənədi açaq. Nə qədər oldu? Olsun, biraz çox oldu. Tutaq ki, deməli 6 dənə sənəd açılıb. Görək sonra bizdən nəyi soruşur.
Deyir ki, hamısı eyni zamanda ekranda görünüşü üçün hansı əməliyyatdan istifadə edilmiş olacaqdır. Bütün pəncərələri bükülmüş vəziyyətdə saxlamaq daha sonra lazımi gəldikdə eyni anda görmək üçün mən gəlirəm, alt tab düyməsini birinci yoxlayıram. Mən düzdür, tam olaraq açıq vəziyyətdə görmürəm. Əslində belə daha bükülmüş vəziyyətdə görürəm. Hər dəfə vuranda isə bir-bir keçid edir. Mən alt düyməsini belə basılı saxladığım halda belə keçidi göstərir ki, hansında dayan. Daha sonra bir-bir vuranda bir-bir keçid edəcək. Yəni bu formada. İndi mən istəyirəm ki, ekranda hamısını görüm. Tam olaraq ekranda hamısını görmədim. Yəni tam belə bükülmüş vəziyyətdə əslində alt tabla demək olar ki, eynidir. Ona görə elə variantlardan gəlirəm, A variantını da çıxıram, yeni də qeyd etdim. Sonra idarə edici makros yazmaq, bunu da çıxıram. Klaviaturadan Ctrl F6 düyməsinə vurmaq. Ctrl F6 düyməsinə vurdum. Sadəcə bir səhifədən digər səhifəyə keçid üçün istifadə edilir. İndi gəlirəm digər səhifəyə. Gəldim, burada fikir verirəmsə View. Bəli, görüntü ilə bağlı dəyişikliklər View tabında aparılır. View Window Arrange All əmrini seçməklə fikir veririk. Arrange All Window qrupunda Arrange All-u seçəndə aktiv olan bütün pəncərələri ekranda görmüş olacam. Bəli, 6 dənə pəncərənin bütün hamısını ekranda görmək üçün mən gəldim, nədən istifadə etdim? Mən gəldim, deməli, View görünüşdə Arrange All əmrini icra etdim. Deməli, baxırıq 59-cu suala. Elektron poçt ünvanına daxil olmaq üçün nə tələb edilir? Təbii ki də istifadəçi adı və parol vasitəsilə biz elektron poçta daxil ola bilərik. Qalanları istifadəçi adı tək deyil, çünki həm istifadəçi adı, həm də parolu bizdən tələb edir. Deməli, 60-cı suala baxırıq. 60-cı sual kompüterlərin bizdə, daha doğrusu hara getdik? Kompüterlərin bizdə əsas xarakteristikalarını müəyyən edin deyir. Ki, baxıram, hesablama dəqiqliyi, bəli, kompüterin əsas xarakteristikasıdır. Nə qədər doğru hesablama prosesini həyata keçirdiyini bizdən tələb edirdi. Rəng imkanları bizdə printerə aid idi, kompüterə aid deyildi. 2-ni bütün variantlardan çıxıram. Sonra, yaxşı, bilmirəm, indi məlumatım yoxdur da, tutaq ki. Bu sualla ilk dəfə tanış oluram. Rəng imkanlarını çıxdım, qalmışam digər variantların arasında. Kompüter almağa gedəndə bizə kompüterin yaddaş tutumu var da, yəni bilirik, yaddaş tutumuna görə hətta kompüterin qiyməti də dəyişir, yəni yaddaş tutumuna görə kompüterin qiyməti də dəyişir. Ona görə, məsəl üçün, 4-ün olmadığı da variantı çıxdım. İndi qalacam A ilə C variantının arasında. İndi fikir verirəmsə, doğru variant olaraq 3 ilə 4 doğru variant gedir. 3, 4. Yaddaş tutumu, bəli, əmrlər sistemi doğrudur. Hansı əmrlərdən istifadə edilməsinə görə əmrlər sistemidir, yaddaş tutumudur. Rəng imkanları dedik ki, printerə aid idi. Hesablama dəqiqliyi kompüterə aid idi. Sonra iş etibarlığı qeyd etmişdik ki, nə qədər məsəl üçün müəyyən dəyişmələrə məruz qalsa da öz deməli xassələrini saxlama qabiliyyəti idi. Nə qədər etibarlı olmasıydı. Bəli, bu da kompüterə aid idi. Kompüterdə ölçüsü deyil, bu diaqonalın ölçüsü monitora məsəl üçün aid edilə bilər. Daha sonra nəyə ölçü olaraq, məsələn, sırf kompüterin özünə köklənmir. Baxıram, cavab variantı nə olacaq? 1, 3, 4 qeyd etmişəm. Bəli, bir də iş etibarlığını da qeyd etdik ki, cavab olur nə? A variantı. 61-ci suala baxırıq. Hansı proqram fayl və qovluğun disklərdə saxlama strukturları üzrə deməli funksiyaları yerinə yetirir? Fayl və qovluqlarda deyir. Excel'də biz cədvəl üzərində işləyirik. Daha sonra Outlook'da maildə sənədlərin göndərilməsi üçün istifadə edirik. Sonra bu arxivləşdirmə proqramıdır. Access nə üçün istifadə edilir? Access'də demişdik ki, verilənləri analiz etmək üçün istifadə edirdik. Bir dənə qalır File Explorer, fayl proqram bələdçiliyidirsə, bəli, File Explorer burada yerləşirdi ki, fayl və qovluqların həmin bu diskdə yerləşmə strukturlarını həyata keçirtmiş olurdu. Bura bu formada görsənir. Deməli, daha sonra gəlirik növbəti hissəyə. Növbəti hissə 62-ci sualdır. Qeyd edir ki, Ctrl-Enter düyməsi kombinasiyasına basdıqda nə baş verir? Mən gəlmişəm hər hansısa bir yerdə aktiv dayanıram və gəlirəm Ctrl-Enter düyməsinə vururam. Nə baş verdi? Mən gəldim, yeni səhifəyə keçmiş oldum. Baxıram, bütöv mətn seçir, yeni sətrə keçir, yeni səhifəyə keçid edir. Bəli, yeni səhifəyə keçid etmək üçün Ctrl-Enter düyməsindən istifadə etmiş oluruq. O da olur nə? Y variantı. 63-cü suala baxırıq. ASCII nədir? ASCII demişdik ki, ASCII və Unicode sistemləri var idi ki,
fikir verir ki, müəyyən standart idi. Aparat uyğunluğunun Amerika standartı qeyd edib, milli kodlar cədvəli informasiya mübadiləsi üçün Amerika standart kodudur. Bəli, ASCII-dən istifadə edirdi. Demişdik ki, bir simvol yaddaşda 1 bayt yer tutmuş olurdu. Y də Asiya standart kodu olaraq qeyd edilib. Daha sonra baxırıq 64-cü suala. 64-də ali obyekti sahəsi nəyi yaddaşda saxlayır deyir. Access-də demişdik ki, verilənlər bazasında şəkillər idi, səs faylları idi, videolar kimi mürəkkəb məlumatları yaddaşda saxlamaq üçün istifadə edilirdi. Buna görə də həm mətn tipli qeyd etdik, daha doğrusu belə deyim, həm səs tiplidir, həm fayl tiplidir, şəkil tiplidir. Verilənləri yaddaşda saxladığına görə multimedia tipli verilənləri yaddaşda saxlamış olurdu, verilənləri saxlayırdı. 65-ci suala baxırıq. Deməli, PowerPoint-da, slaytda cədvəl əlavə etmək imkanı proqramın hansı tabından həyata keçirilmiş olur? Ümumiyyətlə, cədvəli əlavə edilməsi, cədvəl konstruksiyasıdır. Həm Word olsun, həm Excel olsun, həm də PowerPoint olsun, üçündə də elə insert tabından həyata keçirilmiş olur. Bəzi istisnalar var və ümumilikdə belə deyə bilərik ki, əlavə et soruşanda bir çox şey insert tabında yerləşir. Deməli, 66-cı suala baxırıq. Verilənlər bazası ilə işin effektivliyi üçün verilənlər bazasının idarə etmə sistemləri, yəni VBS-lər verilənlərin nəyini təmin edir? İşin effektivliyi üçün təbii ki də verilənlər bazasının əsas vəzifəsi qeyd etmişdik ki, ən kiçik, ən kritik məsələlərdə belə məlumatların itməməsi, aydın olması, ziddiyyətli olması, belə deyim, daha doğrusu aydın deməyim, məlumatların itməməsi, ziddiyyətli olmaması və tam şəkildə qorunmasını təmin edirdi. Demək olar ki, məlumatların dəqiqliyini, ardıcıllığını təmin etmiş olurdu. Dəqiqlik dedikdə isə tam net olması, yəni məlumatların tamlığını təmin etmiş olurdu. 67-ci suala baxırıq. Təqdimat hansı məqsədlə hazırlanır? Təbii ki də təqdimatı slaydların nümayişi üçün hazırlanmış olurduq. Bu hansı proqram təminatına aid idi? Bunu da yadımıza salırıq. Bu bizdə tətbiqi proqram təminatına aid edilmiş olurdu. 68-ci suala baxırıq. Alqoritmlə bağlı olan bir sualdır. Deməli, burada qeyd edir ki, bizə A və B ədədləri verilmişdir. Hə, yox, qolu verilir və sonda S-in qiymətini soruşur. Aha. Deməli, fikir verir isə burada A B-dən böyükdür, yəni 5 4-dən böyükdür. Hə, 5 4-dən böyük olduğuna görə hə qoluna gəldi. A bərabərdir A plus 1-ə. 5 idi, oldu A-nın yeni qiyməti 6. S nəyə bərabərdir? S də bərabərdir A vur B. A-nın yeni qiyməti 6-dır, B də idi 4, oldu 24. S-in yeni qiyməti oldu 24, ümumiyyətlə S-in qiymətini soruşurdu. Oldu cavab B variantı. Çünki birbaşa çapa gedir. Bu qədər rahat. 69-cu suala baxırıq. Deyir ki, düzgün variantları seçin. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür. Bəli, doğrudur. Sistem işini prosesorla yaddaş və periferiya qurğularını əlaqələndirmiş olacaqdır. Bu doğru variantdır. Gözümə elə nəzərə çarpdı. Çevik disk, floppy disk 1,44 megabayt yaddaşa malikdir. Kilobayt deyil, yanlışdır bu. Üçü variantlardan çıxırıq. Hətta onu bilən, məsəl üçün, üçü variantlardan çıxıramsa, avtomatik olaraq 2-5 məndə fikir veririksə doğru variantdır. CMOS əməli yaddaşın daxilində yerləşir. Xeyr, CMOS demişdik ki, bizdə ana plata üzərində yerləşirdi. Bu yanlışdır. 4-ü də elə çıxsam, cavab qalacaq nə? C variantı 1, 2, 5. Daha sonra baxırıq 70-ci suala. Deməli, fikir verirsə, nisbi ünvanı mütləq ünvana çevirmək üçün hansı düymədən istifadə edilir? Bunu yadımızda saxlayırıq. Nisbi ünvanı mütləq ünvana çevirmək üçün F4 düyməsindən istifadə edilir. Nisbi ünvan normal olaraq istifadə etdiyimiz, məsəl üçün A4, B5, nə bilim, S7, ixtiyari bir ünvan nisbi ünvandır. Mütləq ünvan isə qarşısında dollar yazılan, yəni dondurulmuş xanalar bizdə mütləq ünvan olmuş olacaq. Daha sonra 71-ci suala baxırıq. Qeyd edir ki, bizdə onluq say sistemində verilmiş hansı ədədlərin ikilik say sistemindəki təsviri zamanı birlərin sayı sıfırların sayından 2 vahid çoxdur qeyd edir. Mən indi gəlirəm. Onluq say sistemində ədədlər verilib burada. Gəlib bunları bir-bir yoxlamalıyım. Bunları ikilik say sisteminə çevirəndə birinci gəlirəm 39 ədədinə. Bunu biraz nazikləşdirək deməli. Birinci gəldim 39 ədədini yoxlamağa.
39 ədədində ikilik say sisteminə çevirəndə gəlib yaza bilərəm bunu 2 üstü 5, yəni 32. 32 plus 4 şəklində yaza bilərəm. 4'ü də yazıram 2 üstü 2. Aha, burada fikir verirəmsə nə olacaq? 0, 1, 2, 3, 4, 5. Deməli, məndə hansından istifadə edilib? Qüvvətlərdən. Sondan başlayırdıq, ən yüksək qüvvətə kimi nömrələyirdik. Deməli, 0-dan istifadə, daha doğrusu 2-dən istifadə edilib, bir də 5-dən istifadə edilib. Deməli, 2 dənə 1 var, 4 dənə də 0 var. Nə deyir bizdə? Birlərin sayı sıfırların sayından 2 vahid çox olar. Bizdə burada sıfırların sayı birlərdən çoxdur. 39'da. Birlərin sayı sıfırların sayından 2 vahid deyir. Yox, vahid deyir. Birlərin sayı sıfırların sayından 2 vahid çox deyil özdə, bizdə azdır. 2 vahid çox olar da deyir. Ha, okey. Deməli, gəlin bunları bir-bir yoxlayaq ki, burada xəta eləməyək. Çünki burada biraz baxıram ki, nəsə xətalıq vəziyyət var. Deməli, gəlirəm onluq say sistemindən istənilən say sisteminə keçmək üçün gəlib bölə-bölə gedirdik. Mən bunu məsəl üçün ikilik say sisteminə keçmək istəyirəm. Gəlirdim, neçə dəfə düşür? 16, 18, 19 dəfə. Aha. 38, qalıq 1. Belə birbaşa qalığı yazacağım. Deməli, qalıq 1'dir. Sonra 19'un içində 2. Yenə 9 dəfə. 18, qalıq 1. Buradan qeyd edirəm. Sonra 9'un içində 2. Yenə 4 dəfə. 4 dəfə. 8 qalıq 1. Buradan qeyd edirəm. Burada fikir verirsə nəsə səhvlik var idi. Ona görə dedim belə yazaq. Sonra fikir verirsə 4'ün içərisində 2. 2 dəfə. Buradan qeyd edirəm. 4. Artıq burada 0 gəldi. Daha sonra fikir verirəm. 2'nin içərisində 2. Aha, 1 dəfə. 2'dən də 2'nin çıxırsan 0. Deməli, bizdən nəyi soruşur? Deyir ki, onluq say sistemində hansı ədədlərdə ikilik say sistemində təsviri zamanı birlərin sayı sıfırlardan. Birlərin sayına baxıram. 1, 2, 3, 4. 4 dənə budur, 2 dənə də budur. 4, 2-dən bəli 2 vahid çoxdur. 1 uyğun gələcək. Daha sonra baxıram 28. Yenə 28'i də 2'yə bölə-bölə geçsəm. Deməli, 28'i 2'yə bölsəm 14 dəfə. 14 dəfə düşəcək. Qalıq 0. Buradan qalıq 0 qeyd edirəm. Sonra 14'ün içərisində 2. 7 dəfə. Yenə qalıq 0 düşəcək. Sonra yenə 7'nin içərisində 2. 3 dəfə. Burada qalıq 1 dəfə düşür. Sonra yenə 3'ün içərisindəki 2. Buradan qeyd etsəm. 3'ün içərisində 2. 1, 1, 1. Belə gedəcək. Deməli, indi burada fikir verirəmsə 3 dənə 1, 2 dənə də 0 oldu. Deməli, burada nə baş verdi? Elə bizdən soruşur, birlərin sayı sıfırların sayından 2 vahid çox olar. Birlərin sayı sıfırların sayından yox, 1 vahid çox oldu burada. Bu səhvdir, bu uyğun gəlmir. Sonra 35 ədədinə baxsaq, yenə 35'i 2'yə bölsəm, neçə dəfə düşəcək? 17 dəfə qalıq 1. 17'ni 2'yə bölsəm, 8 dəfə düşsə, 16 qalıq 1. Sonra 8'i 2'yə böləcəm. Tam bölünəcək 0. 4'ü 2'yə bölsəm tam bölünəcək 0. 2'ni 2'yə bölsəm tam bölünəcək 0. Sonda da 1 qalır. Deməli, indi fikir verirsə sıfırların sayı birlərin sayılarına bərabər olacaq 3'də. Sonra 51, 43, 34'də də sırayla baxa bilərik. Bizdə hələ ki, gəlin 34'də də baxaq. Daha doğrusu 34, 43 və 51'ə də baxaq. Deməli, indi fikir verirəmsə 51, daha doğrusu 34 daha qısadır. Gəlin 34'ə baxaq. Deməli, 34'ü 2'yə bölə-bölə geçsəm, 34'ü 2 dəfə 17, 17 qalıq 0. 2 dəfə böləndə 17 dəfə düşür, qalıq 0. 17'nin içərisində 2, deməli 8 dəfə 2, 16, qalıq 1 dəfə düşür. 8 dəfə düşdüyünə görə 8 2'yə tam bölünür 0. Deməli, 4 dəfə düşür, 4'ü 2'yə böləndə tam bölünür, yenə 0 yazırıq. 2'ni 2'yə böləndə tam bölünür, 0 yazırıq. Bir dənə də sonda 1 qalmış olur. Yenə deyir, birlərin sayı sıfırların sayından
2 vahid çox olar. Birlərin sayı sıfırların sayından burada fikir verirəmsə azdır. Bu da uyğun gəlmir. Deməli, qaldı 2 dənəsi 4 ilə 5. 4 ilə də 5-i bu şəkildə yoxlayaq. Deməli, 51-in içərisində 51-i 2-yə bölə-bölə geçsəm, məndə sadəcə o bayaqları eləyəndə niyə alınmadı? Məsəl üçün, 51-i götürsəm, necə yaza bilərəm? 2 üstü 5, 32. Aha, 32. 32-ni çıxanda qalır 18, 19. 19-u yaza bilərik 2 üstü 4, yəni 16. 16 üstə gələk 3 yaza bilərik də. Daha doğrusu 32, aha. 32, 18, 19. 19-u bunu da yaza bilərik 2 üstü 1, 2 üstə gələk 1. Yəni 2 üstü 0. Bu formada yaza bilərik də. Daha sonra bu da nə olurdu? Ən yüksək qüvvətimiz 2 üstü 0-dan 5-ə kimi nömrələyirdi. Aha. 0-dan 5-ə kimi nömrələyəndə 4, 3, 2, 1. Bu formada qeyd etdim. Daha sonra burada hansı var idi? 5 var, 4 var, 1 var, 0 var. Deməli, 5 var, 4 var, 1 var, 1 də 0 var. Deməli, 4 dənə 1 var, 2 dənə 2 var. Məndə birlərin sayı sıfırların sayından, bəli, 2 vahid çoxdur. 4 dənə 1, 2 dənə 0 olacaq. Bu da uyğun gələcək. Bu neçə idi? 51 idi. Bəs bayaqları yəqin nəyisə səhv yazmışdıq. 43-ü yazsaq, 43-ü də yaza bilərik ki, 2 üstü 5, yəni 32. Üstə gələk neçə yaza bilərik? 32 plus 8 nə qədər elədi? Deməli, 32 plus 2 üstü 3, bəli, yazdıq. 8, 8 üstə gələk 32, 40, 40. 3-ü də yaza bilərik ki, 2 üstü 1, üstə gələk 2 üstü 0. Bayaqçı kimi oldu elə bu da. 2 üstü 1, üstə gələk 2 üstü 0. Burada da fikir verirəmsə, neçədir? 3, 4, 5, 6 veriləndən 4-ü varsa 4 dənə 1 yazacağım, 2 dənə də 0. Bəli, burada nə olacaq? Birlərin sayı sıfırların sayından 2 vahid çox olacaq. Burada doğru variant olur nə? 71-ci sualda 1, 4, 5 uyğun gəlmiş olur. Deməli, 72-ci suala baxırıq. Akseslə, daha doğrusu akses deyirəm. Excel ilə bağlı olan bir sualdır. Deməli, qeyd edir ki, elektron cədvəldə SAM A2, A4 düsturunun qiyməti 16-ya bərabərdir. Yəni, deyir ki, gələk buraları təmizləyək. Deməli, 72-ci suala baxırıq. Elektron cədvəldə SAM düsturunun qiyməti 16-ya bərabərdir deyir. Əgər average'in qiyməti, düsturunun qiyməti 5-ə bərabər olarsa, A1 xanasının qiymətini soruşur. SAM nə idi? Cəmləmə. Mənə deyir ki, A2 qoşa nöqtə A4. Yəni, A2-dən A4-ə kimi ədədlərin cəmi, yəni A2 plus A3 plus A4. Bu üçünün cəmi məndə deyir ki, nəyə bərabərdir? 16-ya bərabərdir. Okey, bunu bildim. Bunların cəmi məndə bərabərdir 16-ya. Və qeyd edib ki, average nə idi? Ədədi orta. A1-dən A4-ə kimi. Qoşa nöqtə varsa, bu aralıq deməkdir. Yəni, A1, A2, A3, A4. Mən elə bilirəm də A2, A3, A4-ün cəmi 16-dır. Bunu bilirəm. Elə məndə də deyir ki, average A1, A2, A3, A4 düsturunun qiyməti 5-ə bərabərdir. Average ədədi ortaydı. Deməli, A1, A2, A3, A4 4 dənə veriləni toplayıb, ədədi orta nə idi? Toplayıb saylarına bölürdüm. Yəni, bu ilk 4-ün toplayıb, bölüb 4-ə, tapıb 20. Daha doğrusu tapıb 5. Deməli, bu hamısının cəmi nəyə bərabərdir? 5 vurulsun 4-ə də tənasüblə baxanda. Belə, mütənasib kimi baxanda. Deməli, A-dan 4-ə kimi bütün ədədlərin cəmi A1-dən A4-ə kimi 20-yə bərabərdir. Mən də bayaqları demişdim ki, A2-dən A4-ə kimi 16-dır. Mən də demişəm ki, A1-dən A4-ə kimi 20-dir. Deməli, A1-imiz nəyə bərabərdir? A1 də bərabər olacaq 20 çıxılsın 16-ya. Yəni, 4-ə bərabər olmuş olacaq. Bu qədər sadə. 73-cü suala baxırıq. Baxıram ki, Word-də print ilə bağlı məsələdir. Qeyd edib ki, 30 səhifəlik bir sənəd verilmişdi. Aha, sənəd verilmişdi. Və indi baxaq görək, gəlin birinci yaxınlaşdıraq, səhifə sayı müəyyən edək. Daha doğrusu, even odd məsələsi görək varmı burada? Aha, baxırıq ki, burada bizdə məsələ nəyi verilir? 30 səhifəlik sənəd verilib və 30 səhifədən əlavə olaraq burada səhifə saylarını qeyd edib. Şəkildə seçimlərinə əsasən deyir ki, neçə səhifə çap olunacaqdır. Deməli, burada fikir verirəm. Mənə bu səhifələrin arasında mənə nələr lazımdır? Baxıram burada odd, yəni təkləri.
İndi fikir verirəm, gəlirəm səhifələri müəyyən etməyə. Bir də burada bir nüans var ki, 30 səhifəlik sənəd olduğuna görə 30'u aşmamalıdır. Yəni burada 38, 39, sonra 21-dən 33-ə kimi yazıb. Yəni mən 30'a kimi bunu nəzərdə götürəcəm. Çünki 30 səhifəlik sənəd. Deməli, indi fikir verirəm, mənə təklər lazım. Tək nə olacaq? 1, 3, 5, 7. Deməli, həmin aralıqda təklərim olur 1, 3, 5, 7. Daha sonra baxıram, 12-17 aralığı veribsə, mənə təklər lazımdırsa, 12-17 aralığında 13, 15, 17 lazımdır mənə. Bir də nə verib? 21-30 aralığı götürürəm. 21-30 aralığından da yenə təklər nələrdir? 21, 23, sonra 25, 27, bir də 29. 27, bir də 29. Belə qısa yazdım ki, uzun vaxtımız getməsin. Deməli, indi səhifə sayımı tapıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Səhifə sayımı tapdım ki, 12'dir. Deməli, səhifəni tapdıq. Daha sonra nə edirik? Düşürük aşağı. İkinci məsələmiz nə idi? One side, both side məsələsinə baxırdım. Məndə one side tək yüzlü olduğuna görə 1'ə bölürdüm ki, burada indi artıq heç nə dəyişmir 1'ə böləndə. Daha sonra səhifəm nə idi? 12 idi. Daha sonra düşürəm aşağı. Burada da yenə baxıram ki, 1'dir. Yenə də 1'ə böləndə heç nə dəyişmir. Sonra çıxıram yuxarı, kopya sayına vururam. Kopya sayım neçə idi? 2. Bəli, 12'ni də 2'yə vuracam. Mənə doğru cavab olaraq 24'ü qaytarmış olacaq. Deməli, 24 dənə səhifə çap olunmuş olacaq. 74-cü suala baxırıq. 74-cü sual şəbəkədə istifadəçilərin birgə istifadə imkanları olmayan resurslar hansılardır? Burada printerdir, plotterdir, həmçinin skanerlərdir. Şəbəkə üzərində paylaşılıb hamı tərəfindən istifadə edilir. Bunu bilirik. Printerdir, plotterdir, həmçinin skanerdir. Birgə istifadə imkanları olmayan. Yəni, bunları paylaşıb istifadə edə bilirik də məntiqlə baxanda. Sonra qalır datakartla prosesor. Bunlar isə hər biri ayrılıqda bir fərdi qurğudur. Birbaşa belə deyək də, şəbəkə resursu kimi paylaşıla bilmir. Yəni, bir növ kompüterin bir tərkib hissəsi, qurğusu olaraq istifadə edilir. Şəbəkə resursu olaraq paylaşıla bilmir. Ona görə cavab olacaq 1, 3. 75-ci suala baxırıq, uyğunluğu müəyyən edin deyir. Burada hansı təşkilatların hara aid olduğunu, yəni məsəl üçün təyin etməliyik. Birinci gəlir MIL. MIL bizdə nə idi? Hərbi müəssisələrə aid idi. Military sözündən gəlirdi. Baxırıq, buna uyğun gələn elə bəli B variantı olacaq. 1'ə B variantı olacaq. INT beynəlxalq təşkilatlarda istifadə edilirdi. INT, okey. Burada INT-ə beynəlxalq təşkilatlar gedəcək. Bir də var idi, org var idi ki, burada organization sözündən əmələ gəlirdi ki, bu qeyri-kommersiya təşkilatlarında istifadə edilmiş olacaqdır. Burada olacaq 1'ə B, 2'ə dedik D variantı, 3'ə isə burada baxsam qeyri-kommersiya dedim. Burada baxaq. Bəli, 3'ə də Y variantı uyğun gəlmiş olacaq. Deməli, 1B, 2D, 3'ə isə deməli Y variantı uyğun gələcək. Deməli, bununla da 2020-ci ildə DİM tərəfindən keçirilmiş sınaqların izahına baxmış olduq. Ümid edirəm ki, video izahı hər biriniz üçün faydalı olmuşdur. İnşallah gələn dərslərdə, gələn video izahlarda görüşənədək hər birinizə uğurlar əziz tələbələr.